Necəsiz? Biz burada yaxınında efirdəyik. Bu bizim ilk videomuz ki, ayrı yemək bişirir və arxada ən yaxın dostumuz bizi dəyərləndirəcək gəlib birazdan. Ham maraqlı deyən, o ən yaxın dost kimdir və birazdan görəsiniz. Bugün ayrı-ayrı nə bişirirsiniz? Spagetti. Spagetti elə bu, pasta. Spagetti deyil o. Abi sağ dəyişdik sonradan. Sorry, pasta. Pasta pişiririk, hər soslarda pişiririk. Ondan özel sos var, mənim özel sosum var. Özel sos hemen YouTube'dan İstiotda eləməyəcəm bu dəfə. Mən YouTube'dan baxmışam, uşaqlar. Başlayaq. Bugün siz Elvin, səndən başlayaq. Necə bir sos hazırlayacaqsınız? Çox sadədir. Tomatla da və incə detayı bilyonlu, toyuq bilyonu. Evdə sınamışam, bir dəfə dadlı alım, amma bu dəfə tomatla sınayım. Tomatla sınamamışdım. Məndə tərəvəzlərdir. Biber, yaşıl biber, spanaq, kişniş, dağ kişnişi, nə bilim, adı bilməm nədir ondan. Pomidor, bunların hamısı sos üçündür. Bir də əlgəç falan var. Mən buradayım və mən sizin üçün çox kiçik yemək pişirəcəm. Az qalmayasınız, bundan rahat olun. Mən buradayımsa qəşəng yemək çıxacaq ilə buna. Boş danışma. Elvin tərəfində. Sakin dur. Siz bilirsiniz kim dadda pişirir? Mən pişirirdim. Təxminiki eyni vaxtlarda bitəcəksiniz, yoxsa birimiz? Mən düşünürəm eyni vaxtda bitirərəm amma. Mən bir şey doğrudur, mən doğru edim olsun. İşimizdən şeydir. Niyə ki, rəqib siz onu niyə doğru? Düz deyirsən, mən rəqimsən. Elvin qəti şəkildə. Bunları qoyuram ora. Allah dua edir ki, mən utsun. Pişsin. Bəli, sobaya. Sofka yox, soba. Üzr istəyirəm, Azərbaycan. Azərbaycanda yaşayırsan, Azərbaycan danışmazsan. Soba. Azərbaycan dili. Deli bağlaman bilmiyorum. Mən ingilisdir. Turkish power. Anladın da? Yox. İçkilik agaşmıydı. Türk Airlines'a samolyotda qışqırır ki, bu hostes işdən çıxmalıdır, məndən pis davranır. Deyir, biz Türk'üz ya Türk. Deyir, söyleyeceğim şimdi İtalyanlı da şeyi de. Turkish power. Neyse, size sualım var. Gör gəlsin. Bir insan cəlb edici şey nədir? Vurduq ətir. Demişsən də onu. Harada demişəm? Mən deməmişəm. Mən də deməmişəm. Sən kimdən danışmısan bilmirəm, mən də danışmamışam. Demişdik də vurduq ətir. Harada demişdik? Ha, mən demişdim ona öz videomda vurduq ətir önəmlidir. Elvin, hansı ətirdə istifadə edirsən? Hər cür ətiri sevirəm. Ucuz, bahalı. Düz qramlıq yağ deyil də, yəni belə bildiyimiz ətirlərdən. Şirin ətir hər birisini sevirəm. Şirin olan hər bir ətir sevirəm. Çox da şirin olmasın. Vanil qoxusunu sevirəm daha çox. Bəs Momo, səncə bir insanın cəlb edici edən şey nədir? Danışığı. Danışıq. Səs tembriniz xoşuma gəlir. Heç olub ki, qarşı cinsdən buna görə etkilənmişsiniz? Səs tembrinə görə etkilənməmişəm. Səs tembrinə görə yox. Yəni, məsələn, sən dedin danışığına. Danışığına etkiləndik. Hə, çox seksi səs olan adamlar olur. Bəs, Elvin, Bir də deyil sualım. Bəs heç olub ki, qarşı cinsdən? Yox, səsinə görə yox. Yox, farkında. Mən yolda gedirəm, acı metroda, nə bilim, fərqi yoxdur. Biz Elvinlə bir dəfə bir qızın arxasında qaçıb ətrini soruşmuşduq. Allah'ın da olsun. Yaxşı da. Yox, doğrayım mənəm. Bunu doğrayıb ora atmayın da, nə olar? Yox, doğrayım mənəm. Bunu niyə də özün doğramırsan? Bir də batırıb da, nə dedim ki, pis şey dedim. Ayrı pişirsin. Yox, ayrı pişirsən, mən niyə sən şey? Bildim də, eyni tavada pişirəcəkdir. Eyni tavada pişirmirik. Benim toyuğunu da pişirmirəm, toyuğunu da pişirmirəm mən. Bilmə olar ki, pişirsən. Pişirsən? Doğru. Qıdızır eyəcə. Sənəkin təkciyimi tanışıyorsun. Aha, rəqabət indidən hiss olunur. Sakin dur da sən dara qızışdıran. Nə ara qızışdırmaq? Ərcənlər kimi şey deyim, gözə deyim. Nə deyirlər? Udacağım nə bilim. Katalizator. Nə? Yox. Udacağım oyuna girmirəm, nəsə bir şey. TikTok altı yazısı. Neyse, bizim TikTok hesabımızda biz izləməyi unutmayın. Onlar mutlu oradan gəldi. Bizdə də reklamımız olsa biz də yiyəcək. Var zaten biz qəbul eləməliyik, güccan az deyirlər. Bu arada həqiqətən bizə bir reklam təklifi gəldi. Bir kalbasa sosis şirkətindən. Sadəcə... Ver yeyim, ört yatım. Sadəcə yeməklərimizin çoxunda sosis kalbası olmadığı üçün qəbul eləmədik və şərtlərə qəbul eləmədik. Hər cür yemək pişirmişəm, hər cürdə aşının, yəni plovundan tutmuş hər şeyinə qədər.
Ən çox hazırlayırdım özümə makaron. Ədviyyatlar harada? Çox severdim deyə hazırlayırdım. Belə rahat deyə yox. Ədviyyatlar harada? Bu Murad indi pasta deyirəm, mən makaron deyirəm. asan olduğu üçün yoxsa sevdiğin üçün? Sevdiyim üçün. Belə hazırlayırsan yoxsa fərqli? Yox, sadə. Əlim yedim. Mumu da bilir ki, Juliet hazırlayır. Yəni bu Murad il boyu Julien'dir. Muradı mən tanıyanda Julien'lə böyüyüb. soruşmağa ehtiyac yoxdur. Elvin, indi nə edirsən? Mən indi toyuq qızartmalıyım. Murad, al bu da sənin toyuğun. Təmizləmişəm özümünki kimi, tərtəmiz. Al olsun, belə dostlar. Niyə rəqabət edeyim axı? Ay Allah, Muradla. O adam deyil axı özünü yorub. Şübhəli. Bunu sən nə edirsən? Mən ıspanaqları qovururam. Varıntı şeyləri atdım yer tutmazsan. İkinci bu oldu, Max. Bunu nəsə demək istəyirsən bu sözlərin qarşılığında? Mən işlərimi gündəmə gəlməyi sevirəm. O aslında düzdür, haqlıdır. Olsun bir şey deyənlər. Ona görə çox da takmıram. Elvin dedi ki, Elvin çox da gözünə deyil. Çox tatlıdır. Bəsi. Ama bu yaxın. Səni olay öz işə qarışasan, xahiş edirəm. Öz yeməyi çıxar ortalığa cəmaat yesin. Sonra sizə bir sual vermək istəyirəm. Bəli, bayaqdan bir sual sayı deyil, birindən sual vermişsin. Yavaş-yavaş sizi də danışdırmaq istəyirəm. Ya Şabzi ya, teşekkürler ya. Nasıl kadar iyisin? Niye bu kadar iyisin? Özünüzdə dəyişmək istədiyiniz bir şey var mı? Var ki, nədir? Üzümüzdə Sen Ayrıca yüzün olarak, olsan yüzün dahil komple olarak. değişmezsin. Tarifini deməyək, tarifini niyə tarifini? Farklı olur. yox deyə bilməm mən. Çok tez bağışlayıram. Deyək. Hirsim çok tez soyur. Hirsim çok tez soyur. Sən bilirsən? Hirsim çok tez. Sən yox deyə bilirsən. Mən Sən yox deyə bilirsən. çox yaxınlarıma yox. Ben 10 bin ver de. Yox. 10 minim var ki verim. Olsun ki Ya verim. bala, əks üzünü ortaya çıxartdır. Aha, elməsən, çox tez bağışlamaq. Çok tez bağışlayıram. 2 o 2 de hamına. En pis cındırığı beləsin bağışlayıram. Nəyə bənzər? Ya Murat bilər. Nəyə bağışlayırsan? En pis cındırığı belə bağışlayıram. Murat bilər. Murat deyilsə, sən çox böyüksündür. Mən Elvinə yox. Ben onu eləmişəm. Eləmə. Heç nəmirəm. Bıçağını. Gözlerimi səkləşdir ya, nə olar? Üstümə çıtladı ya. Hansı ya? Yaxşısan mı? İyi misin? İyi mi? Elbisənin sualım var. Bəli. Az önce dedim ki, Sen dedin, ben dedim. sen dedin. Tez bağışlayırım ama bunu dəyişmək istəyərəm. Bəli. Ben buradan yola çıxarıb bir sual vermək istəyirəm. Yolda düşünürsən ki, insanın ikinci şansı hak etməyir. Şans deyil bana, bağışlamaq. Tam da bağışlayanda da şans verilmir. Məntiqli deyəsindir. Hə? Məntiqli dediyin. Yəni ben şey eləmirəm ama bunu sor. Bir dediğim sualı bir de ver, xahiş Sen edirəm. dedin ki, ben insanları tez bağışlayırım ama bunu dəyişmək istəyirəm. Onda ben de burada yola çıxarıb... Kinli deyiləm, hirsim tez soyur. Ha, anladım. Biraz kinli olmak. Hə, istəyərəm oğlum. Ya məsələn, kim mənə pisi yaxşı, hamısı yadındadır. Amma onu onun üzünə vura bilmirəm və yaxud da ondan buna görə hə, dostum pozar və yaxud da hər şeyi heç nə eləmirəm də. Onda düşünürsən ki, insanlar ikinci şansı hak edir. Etmir əsla. Etmir. Yox, etmir. Bəs onda necə bağışlayır? Verim axı, bu mənim Onda tərəfimdə. ikinci şansı verirsən. Hə, verirəm. Ha. Nə etsəm? Demək izləyicimiz tərəfindən bizə bir sual yazılmışdı. Onu səsləndirmək istəyirəm. Belə bir sual var ki, sizin adınızda müzey açılsaydı. Muzey? Hə, orada hansı əşyalarınız mütləq olmalıdır? Geyimlərim və kameram. Tamam. Elbisini Alt paltarlarım. baksın, mumuz baksın. Niyə məsələn alt paltar var? Çox önəmsəyirəm, çox baha alıram, çox sevirəm. Yəni sənin başqa pis əşyan yoxdur da o sərgiyə qoyulursan. Paltarlarım da var, amma nə bilim, ağlıma gəldi də. Paltarlarımı yəni düşünürəm ki, qohumlarım qoymaz heç olmuş. Hələsi birini götürər, üçün də öyle götürür. Onda mumun baksın Məsələn, evin kamerasını tanıyırıq. Nə mənada? Kamerasını mən oğulyaram. Mən də baksıram, oğramaq deyim, amma eyni baksıramız Çox var. qəşəng cavabı idi kamera cavabı. Çünki həqiqətən o evliliğini yansıtan bir şeydi səhvədə. Muradda şey olardı. Nə? Hər ölkənin bir pul vahidi. Nə var ki burada? Yəni, ölkələri çox kəsdir, ona görə. Allah, mana, lirə.
Qətərli rəsmi. Oranı sən bilərsən. O yüzden hansı film? Qətərə sən getmişsən də mən getmişəm. Həqiqi sən də Qətərə gedib çıxdın, mən gedib çıxamadım. Sen benim yakın dostumsan, bilirsən də bunu. Oradan. Kəs sənə deyin sözləri yazdı. Kaç. Mən yenə sizə Kaç dediğim her söz həqiqət Sənə olur. sənə ən yaxın dostum bayaq kim idi? Aynurə. Aa! Mən də səhərdən əlim batır. Hər yeri yağ eləmişsən. Uşaqlar, gəl dostlarımıza danışaq. Bəli, danışaq. Səndən danışaq, hə? Yox, məndən danışaq, video çıxamayacaq. Ona görə başqa sual. Ən sevdiyiniz dostunuzu bir desserti çevirsən, o desertin tərkibində nələr olur və necə əlaqələr? O desert çox şirin olar. Mənə şey ver. Qırmızı tonlar nəsə qataram. Şokolatı çox olar. Tərkib dostlar. Vişnəsi çox olar. Əsla baskı zad yox kənarda. Görməmisiz axı? Sevirsən. Birazdan görərsiniz. Məsələn, sən Nə? ən sevdiyin dostun bir deserti sevirsən, o desertin tərkibində nələr olur və necə vəziyyət? Yine baktım mənim üstüm. Bir şey bax şu dadına. Yox elə. Glutensiz un, glutensiz un, vanil, sıqqan qabartma tozu, çiyələk şeyi, siropu, sonra Buna ne katmıyorsun? sıqqan Bunun için kola kırmızıları qatardım, var. kola siropu. Bu ne etsen bunun için Pul kırmızıları biber. var. Pul biber nə də? Pul biber. Pul biber. Sonra niyə hər şeyi zibillər atsan bura? Mənim tərəfim də belə bir. At, ne değiller ona? Rakifina. Bizim de ne değiller ona? Biraz da şey krem. Məncə çox qəşəng bir desertdir. Usarsız andız. Hamı yer düşünürəm. Eləmədən burada ortaqda axı, özdən sonra eləyərsən. Tuzlu axı. Tuzsuz olmuşdu, onun çıxında yeməyə tök tuzu. Qəşin içib günah deyil, nəsə deyəcəm. Günah qılardı deyil. Qırqın eləmeyin, dalaşmayın. Dolaşmaram ha, yeməyə görə mumu ilə dolaşacağım. Uşaqlar, makaronumuzun suyunu süzürük. Mənim sosum hazırdır, düzəltdim. Məndə də hazır uşaqlar hər şey. Bu arada Murad bunu məlumatını verək ki, tərəvəzləri soydu, blenderə hamısını atdı, blenderdə əzdi. Bəli, Murad elədi bunun hamısını. Bəli, Hamız zəhərləmə fikri var. Amma Elvin elə şey eləmədi. Çox tatlıdır uşaqlar. Evin hal-hazırda makaronundan soslar. Suyun tökdüyüm, o suyun qurutmalı evində otur boş-boş. Gözünə tökməz suyu. Evin değişmə gayet söyləyəcəm. Qısımda. Elvin bu səncə bunu deməyinə ehtiyacı var. Yox, özünə çox görəndə zəmin. O özün üçün suyun süzür, mənim üçün süzmədi. Qalan rəqabət, nə olsun ki dostluq? Yox. Nə danışır? Elə danışırıq, sən bir yer. Azərbaycan gəlsin, 2 il Azərbaycanda yaşayır. А, очень плохо. Я уже я в стране Баку, да, mən Bakı yaşayır. Русский yazgı umniца da, хороший. Umniца sən nədir? Nədir? Sakit. Güzel ha. Şey, Yorumda yazır umniца. я тоже, боже, не хрустим. Leys. İndi yaxşı bunu şey elə ki, güya İngilissən, gəlisi 2 il Bakıda yaşayır. Onu deyim. Gəldi İngilis. Azərbaycanda elələr yoxdur, ancaq belələrdir. Ruslar. Deyərdim necə öyrənir, amma demədi. Səsə mənlə. Mən İngilis çox keçə danışıram. 300 yer vallah danışır. Həqiqəti var. Amma ki, başa düşən olsa. Danışa bilir. Murad hər dildə danışa bilir. Sadəcə dilini tapmaq lazımdır. Çox dadlı daxı kənan. Nə bilim, valla, bilmirəm hansı vaxt olacaq. Neyki də mənim dostumsuzdur. Mən bundan dostuma saxlayacağam. Nə? Mən bunu dostuma pişirirəm. Elə oldu. Sən başlasan, sən amıdan qabaq sən dasın. Özüm tapmayacağım, sən də dasın. Ay, ondan saxlamayacağım. O dostuma O saxlayacağım. dostum olmayanda mən var idim. Sözsüzdür. Ama dostum da çox Nə istəyir. olsun ki, mən kargo oxudum. Harbi də qarşı olur. Yox, qəyət deyir. Mən də o bir dostumu çox istəyirəm səndən. Kənan buna bax.
Xahişim telefonumu bu yaxına çəkib kadr qoyaram. Mənimkinə bax oynayacağım. Hansı işdə açır düzündə? O iştah açıqdı ama Bu işdə qaçırdı. ben dedim de o blinderden gətirəndə dedim ne yok. Buna qarışdım, xahiş edirəm. Hay Allah, bu nə damıra? Çok iğrenç. Uy. Yani yemeği görmüşsünüz diye ona göre düşünebilirsiniz ki Bu da mənimki çox dadlıdır. ama sonra istatistiğini göreceksiniz. Artıq yeməklərimiz hazırdır uşaqlar. Fərqli pişirmişik düzdür. Məndə zaten tomatlı salata idi. Bunda hər cür zəhərləmək üçün hər şey idi uşaqlar. Susi. Oy. Kalmıştı. Həmişə uzaqdan da görünür uşaqlar. Çox əmirəm. Bence geçeyim. Və indi kimi çağırırıq? Dadmaq üçün ən yaxın dostum. Kim sen? Kim sen? Alkışlarınız var. Nurayna! Nurayna gəlsin. Nurayna gəldi, Nurayna. Ay, Nuray. Nurayna mənim yaxın dostumdur, qız dostumdur. Ona görə mən qazanıyorum. Hakkıma vereceğim. Birinci onun üçün də açın, onun üçün. Yo Mənimki daha öyle möhtəşəm şey olsun. yok. Ağzına su alıp sonra şey. Tamam, okey, su da verdim Ama Allah'a. Nuray tam səmimi 10 xal üzərində dəyərləndir. Ətindən götür, pendirindən götür, hər şeyini götür, daha dadlı olsun. Hamısının tadına bax. Su yoktur. Sprite'ımız var, ver istəyirsən. Beğen. Demə, puan vermə. Neyse deme, sonda yorum yersin. Okey de bu. Sən birini də veriyə bilərsən. Yok, bence benim. Aha, indi mumuncunu da zəhmət olmasa. Çox möhtəşəmdir. Mumu ver. Güzel. Ağzından Allah'ın dostu geçsin. çox möhtəşəmdir. Su bilebilirsen. Ha iç sonra. Zəhərlənirsən, Su ver ayrı. oradan su. Ağzım dar geçsin dedim. Aha, indi mumunkundadır. Pendirinden de götür. Hamısını zəhmət olmasa. Toyğu, pendiri. Tek götürme de pendirinden vur. Onlar özü datsın rahat. Ben tam dattım oldu da. Bəyəndi deyilsin, bitib atlarsın. O pişirən yeməyi yox, pişirən bəyənir. Dadlı. Aha. Dad. Onun üzərinə neçə versən? İndi Elvin'i ilk öncə dəyərləndirəsən zəhmət olmasa. Tatlı Onun bilmirəm üzərində heç. ilk öncə bəyənmədiksə... Ezin dəyərləndirməyə ehtiyacı var. Desin. Xasiyyətcə yox, demək. Gözümüzle daha birinci. Mən dadlımaq deyəcəm onun üzərindən 15. Ben tatlı özüm için. Tamam sen bağla onu. Buyurun Nurayna. Elvin'inkinin dadını həqiqətən çox bəyəndim. Ətini də bəyəndim. Makaronunu da bəyəndim, sosunu da bəyəndim. Murad'ınkinin dadını çox bəyəndim. Neçə xal? Onun üzərinə mənə üstündən verirsən. 10 verirəm, çox Murada qəşəng bəs. idi. Murad'ınkinin dadı haqqına xal verirəm. Mənə görə onun üstündən 9 idi. Bir xal nə? Çünki tərəvəzlərin dadına görə. Gəlin bölümlərdə bizlər. Nurayna Elvin dostu deyim məncə qarşı. Kenan gel Yox, bura. dadına gəlin Kenan gel baxın. bura. Dadına gəlin baxın. Sən gəl bura. Kenan buraya gel. Hamı haqqını, mən duran sən qayıdırsan. Haqqına verdim. Sən də çox qəşəng idi amma. Pisdir. Sən gəl bura, mən sənə verim söz ye. Gəl. Amma haqqına ver də. Narahat olma. Biz iki dənə verim, dadlı istəyirsən götür. Götür tez ye. Tərəvəzlərin dadını görə çox bəyənmirəm sadəcə. Yaxşı. Hayır, ben necə qayıtma qalır. Cüz sən baş ver. Görünüş aldan pizza almaya çıx. Klok verim. Necədir Kənar? Xahiş edirəm düzündür. Mənimki dadlıdır. Bu arada onu deyim ki, keçən səfər çox dadlı pişirmişdim. Keçən səfər eləmişdim. Çox dadlı idi, ədviyyat falan. Bu dəfə çox sıradan və dadsızdım. Şiddə aşırdı. Qalib kimdir Kənan? Nuran Qalib kimdir? Təşəkkürlər Elvin bəy. uşaqlar. Hayır efendim. Ona görə Uşaqlar Julien pişirməklə deyil. Əsas əlbin duz olmalı. diyetik şeyler hiç vaxt qəşəng olmaya bilər. Diyetik Keçən səfər dedim axı, yox, çox dadlı idi. Keçən Deyil, səfər də deyildi. eynisini eləmişdim. Çünkü yağı zırlamamışam o kimi 20 kilo yağ Niyə keçən dəfə zırlamışdın? Keçən dəfə- Zırlamamışdın. Keçən dəfə zırlamamışdın. Çox istiyotlu idi və çox ləzzətli. Ədviyyatı ümumiyyətlə yoxdur. Bilmək haltım. Nəysə uşaqlar, bu günlük bu qədər. Gələn videoya kimin qonaq olmaq istəyirsə yoruma yazın, onu çağırmayaq. Bəli, yoruma yazın, sizi qonaq dəvət edək. Başımızın gözümüz üstünə yerimiz var. Gələn dəfə görüşənə də özünüzə yaxşı baxın, bizi izləməyi unutmayın. Hələlik!